Bir də Rəsul bəy, bu sonuncu sualımı da verin. Buna kifayətlənə. Deməli, bu sizin bizim sayta verdiyiniz son müsahibədən sonra, yəni müsahibəniz daha doğrusu Azərbaycanda bir qədər rezonans doğurdu. Yəni ciddi qarşılandı, müxtəlif fikirlər səsləndi, hətta qısqanclıq da oldu. Yəni müsbət fikirlər də söyləyən oldu, mənfi fikirlər də. İndi hər halda özünüz yəqin ki, mətbuatda izlədiniz bunu. Bəs siz ümumiyyətlə bu müsahibədən, həmin müsahibədən sonra siz gözləyirdiniz ki, yəni sizin bu söhbətinizdə, bizim söhbətdə yəni həm müsbət, həm mənfi, daha çox qısqanc münasibətlər olacaq. Siz bunu gözləyirdiniz? Yox, bu mənə qarşı belə münasibətlər həmişə olub. Yəni, belə deyək ki, 1990-cı ildən. Çünki, yox, bilirəm, yəni demək istəyirəm ki, nəyə görə? Ona görə ki, mən öz fikirlərimi açıq xalqa çatdırmaq istəyən bir şəxsəm və həmişə də bu fikirlərimdən heç vaxt daşınmayacağım. Həmişə də birbaşa nə fikirləşirəm, onu da çatdırmağa cəhd eləyəcəm. Və həmişə də belə bir cəhd heç kimi, məsələn, belə deyək ki, heç kimin belə fikrinə uyğun fikir səsləndirməmək və s. müəyyən bir qısqanclıq, müəyyən bir etiraz səslərinə səbəb olur. Bu normal bir şeydir və mən bunu gözləyirdim. Mən bunu gözləyirəm ki, bax, bugünkü müsahibədən sonra da kifayət qədər həm lehimə, həm də əleyhimə deyən olacaq. Onu mən gözləyirəm. Bu aydın məsələdir ki, bugünkü danışığımda da mən bir çoxlarının xoşuna gəlməyən sözlər demişəm. Elə deyil, demişəm. 100% demişəm. Və bu belə bir reaksiya olacaq. Dediniz, yəni ki, müxalifətin zəifliyinə bağlı siz ümumi fikirlər səsləndirdiniz. Yəni ona da artıq öz paylarını, yəni ki, öz paylarını götürənlər oldu. Təbii ki, bunlar oldu. Yəni müxalifətdə də daha sonra, yəni belə mətbuata açıq deyilməsələrdə hər halda hiss olundu ki, yəni sizin bu müsahibənizdə ağız büzənlər var. Yəni belə konkret bir şey. Yox da, o sözsüz da, məsələn, Müsavat qəzetində yazmışdı ki, bir hansıca çox mühüm liderlərdən biri deyib ki, biz heç vaxt Rəsul Quliyev Azərbaycanda hakimiyyətə bırakmayacaq. Bilirsiniz, belə bir şey yazmışdılar orada, mən oxudum. Hətta ona cavab da vermişəm, bu Müsavat qəzetində çıxacaq. Mənə çox gülməli gəldi ki, bu mühüm, önəmli lider, müxalifət lideri bu Azərbaycanda kimdir ki, mən tanımıram. Hansı ki, məni qoymayacaq hakimiyyətə gəlməyə. Çox belə maraqlı bir fikir söyləmişlər. Nəysə, yəni demək istəyirəm ki, əlbəttə, müxalifət nə qədər hayküy salsa da, o gücünün güclü olmasını sübut eləməyə, müəyyən bir fakt gətirməyə şansı olmayan bir təşkilatlardır. Yəni, sən deyə bilərsən mən güclüyəm. Amma gərək bir faktı qoyasan ortaya ki, bax, bu fakt göstərir ki, mən güclüyəm. Mən məsələn deyirəm ki, bəli, mənim gücüm artır. Mən nəyə görə deyirəm mənim gücüm artır? Deyirəm ki, mənim bloquma bir ay, təmiz bir ay olmamışdan, hələ bir ay yoxdur, ancaq mənim bloquma 50 mindən çox adam daxil olub. Və mən deyirəm ki, mənə gündə yüzlərlə dəstək verən və təşriflər irəli sürən məhkumlar daxil olur. Və deyirəm ki, bəli, bu faktdır. Amma müxalifət indi hiss olunur ki, bu son vaxtlar, indi mən onu özümlə də bağlaya bilərəm, özümlə bağlamaya da bilərəm. Hər halda mənim aktiv hərəkətə keçdiyimdən sonra müxalifətdə bir canlanma hissi olunur. İndi çox yaxşı olardı ki, onun fərqi yoxdur. İstəyir mənim aktivləşməmdən sonra canlanma olsun. İstəyir özlərinin daxilindən bu canlanma ortaya çıxsın. Amma bu canlanma real işlərlə davam etsin. Mən bunu ancaq dəstəkləyirəm. Mən bunu heç vaxt əleyhinə heç bir şey demənəm.
Aydındır Rəsul bəy, yəni müsahibəyə görə bir daha təşəkkür edirik sizə. Yəni bizimlə həmsöhbət oldunuz. Vaxtını həm də sizin də vaxtınızı aldıq biz, yəni bu qədər. Artıq 40 dəqiqədir, yəni biz söhbət edirik. Vaxtımız da getdi. Yəni Yo, bu mənim vaxtımı almamızdır, çünki mən bu işimdir. mən işlədim. Yəni elə sizin də vaxtınızı mən almadım, çünki o da sizin işinizdir. Yəni biz hər ikimiz öz işimizi yerinə yetirdik. Oldu. Təşəkkür ederim. Sağ olun. Sağ olun, sağ olun.